Salam dostlar, bir təxminən 3 dəqiqə gözləyək. Qoşulanlar qoşulsun. İndi webinarın sizlə paylaşacağıq. Səs eşidilirmi ümumiyyətlə? Okey, başlaya bilərik. Bir daha hər birinizi salamlayıram dostlar. Bugünkü webinarda biz maliyyə bazarlarında ümumiyyətlə birjada ticarəti öyrənəcəyik. Ümumiyyətlə burada biz bu sahəyə daxil oluruqsa, maliyyə bazarından ticarət etmək istəyirsə, ilk olaraq nələri bilməliyik və hansı məlumatlar bizim üçün vacibdir, hansı məlumatlar sadəcə zaman itkisidir. Xüsusilə indiki dövrlərdə bildiyimiz kimi əslində informasiya çatışmazlığı yox da daha çox informasiya yəni kirliliyi var. Çünki minlərlə belə deyək yanaşmalar, fərqli metodlar var ki, hansı ki bunlar həm YouTube-da və s. hər yerdə tapa bilərsiniz. Amma effektivlik baxımından o qədər də effektiv deyil açıqcası, zaman itkisidir. Bugün biz hər birisini müzakirə edəcəyik və çalışacağam ki, öz təcrübələrimi, öz öyrəndiklərimi sizinlə paylaşım və faydalı olsun belə deyək. Ona görə ola bilər indi qrupda belə deyək kimsə təcrübəsi vardır, ticarət etmişdir maliyyə bazarında və yaxud da indi ola bilər ki, artıq burada müzakirə edilən bir çoxsunu həmin adamlar bilir. Amma eyni zamanda təcrübəsi olmayan şəxslər də var ki, mən ona görə belə deyək ümumi formatda danışacağam ki, hər kəs üçün belə deyək də effektivliyi olsun və hər kəs müəyyən mənada buradan effektiv bir məlumat alaraq ayrılmış olsun. Ona görə sizdən xahişim səbirli olmanızdır və sona qədər webinarı dinləməyinizdir. İlk olaraq dostlar, maliyyə bazarından başlamalıyıq. Maliyyə bazarı nədir? Ümumiyyətlə belə deyək, maliyyə bazarı daha çox bizim ölkəmizdə, yəni bizim kimi ölkələrdə daha çox belə forex və yaxud da ki, hər hansı bir oyun kimi nəzərdə tutulur ki, mən orada qoşulacağam, qısa müddətdə böyük bir pul kütləsi var orada və qısa müddətdə zəngin olub oradan çıxacaq. Elə deyil açıqcası və maliyyə bazarında gəlir əldə etmək çox çətin bir işdir. Amma doğru yanaşmaları, doğru bilgiləri əldə edərsinizsə, bəli, buradan pul qazanmaq mümkündür. İndi ilk olaraq maliyyə bazarının nə olduğunu bilməliyik dostlar. Maliyyə bazarı deyəndə belə deyək, qiymətli kağızların, məsələ səhmlərin, istiqrazların, valyutaların, məsələ avro, dollar, İngilis funtu, Yapon yenəsi və s. O cümlədən əmtə kontraktlarının, əmtələrin, qızıl, gümüş, neft və s. həmçində kriptovalyutaların alınıb satıldığı qlobal bir bazardır. Bu bazarda ən böyük həcminə görə belə deyək, maliyyə aləti deyəcək biz buna, ən böyük həcminə görə ilk növbədə istiqraz bazarı gəlir. Hansı ki, bu bazarın təxmini dövləti 300 trilyon dollara yaxındır. İstiqraz bazarı deyəndə, sadə dildə desək, borc bazarı nəzərdə tutulur dostlar. Misal üçün, bunun iki növ ola bilər. Korporativ istiqrazlar və yaxud da ki, dövlət istiqrazları. Məsələn, siz gedirsiniz, məsələn, hər hansı bir şirkətin istiqrazını alırsınız. Məsələn, Azərbaycanda da bunu örnək var idi. Məsələn, Kapital Bank və yaxud da ki, digər bəzi banklar öz istiqrazlarını buraxmış. Məsələn, deyir ki,
tutaq ki, bu istiqrazı alsanız, məsələ, indi onlar dəyişir faizləri. Məsələ, illik mən sənə dollarda istiqraz satıram, məsələ, 1 illik və ya 2 illik istiqraz buraxıbdır. Deyək ki, illik məsələ sənə 7% dollarda faizini verəcəm. Məsəl üçün, 1 il müddətində saxlasanız bu kağızı alıb. Bu, dediyimiz kimi, bir mənada borc bazarıdır. İkinci bir, belə deyək, həcminə görə böyük bazar, maliyyə alətinə görə səhm bazarı gəlir ki, bu, belə deyək, ən ideal. Əslində, istiqrazlarla daha çox institusional traderlar daha çox ticarət edir. Düzdür, korporativ istiqrazlarla pərakəndə bizim kimi şəxslər də, fiziki şəxslər də alıb sata bilir, amma bond istiqraz ticarəti daha çox, belə deyək də, institusional, məsələn, banklar üçün, sığorta təşkilatları, fondlar üçün önəm kəsb edir daha çox. Çünki orada kiçik məbləğlərlə o qədər də böyük pul qazanmaq mümkün deyil istiqraz bazarında. Hətta bəzi istiqrazlarda minimum alış-satış həcmi, məsələn, 200.000 dollardır. İkinci digər dostlar, səhm bazarı. Hansı ki, bu bazarın təxmini dövriyyəsi 108 trilyon dollar hesab olunur. Təbii bu rəqəmlər tez-tez dəyişə bilir. Və bunun təxminən 62 trilyon dolları Amerikanın payına düşür. Çin hardasa 12-13 trilyon dollara yaxındır. Yəni ona görə də Amerikanın bənzəri yoxdur və bütün dünyanın pulu bir mənada Amerikan səhm bazarına axır. Və səhmlər niyə görə idealdır dostlar? Bizim kimi şəxslər üçün. Çünki bildiyimiz kimi artıq texnologiyanın gəlməsi, bir mənada biz istəsək də, istəməsək də, belə deyək, artıq texnologiya bir mənada bütün sahələrə sirayət edir. O cümlədən süni intellekt də bir çox sahələrdəki artıq iş yerlərini həmin süni intellekt əvəzləmiş olacaq. Bu getdikcə sürətlənən bir proses olacaq. Mən demirəm sabah olacaq, amma getdikcə olacaq. O zaman bir sual meydana çıxır. Yaxşı, süni intellekt bu sahələri əvəz edəcəksə, bizim kimi insanlar illərlə vaxt sərf edib, neysə bir şey öyrənib, bir peşə və ya da bir ixtisas sahibi olurdu. Və bunun vasitəsindən həyatımızı, belə deyək də, qururduq. Buradan əldə etdiyimiz gəlirlə. Və yaxud da ki, məsələn, kiçik bir bizneslə məşğul olurduq. İndi buna consumer kapitalizm deyək, yəni istehlakçı kapitalizm idi bir mənada indiyə qədər. Misal üçün deyək ki, kiçik biznes sahibləri hər hansı bir məhsul alıb satırdınız, amma hal-hazırda artıq özünüz görürsünüz ki, Çində oturan Temu sizin qapınıza məhsulu gətirə bilir və yaxud da Trendyol və yaxud da Amazon bir şey sifariş verirsiniz, qapınıza artıq gətirirlər. Bizim kimi insanların artıq onlara rəqabət aparması çox çətindir. Bu, bütün dünyada gedən bir unifikasiyadır. Digər tərəfdən süni intellekt bizim tədricən işimizi alacaqsa, o zaman böyük bir sual ortaya çıxır. Bəs insanlar necə gəlir əldə edəcək? Və həqiqətən bu, belə deyək, hər kəs tərəfindən müzakirə olunan bir məsələdir ki, süni intellekt əvəz edilsə, biz insan olaraq necə gəlir əldə edəcək? Dostlar, əslində bunun bir çıxış vasitəsi əslində maliyyə bazarı, kapital bazarlardır. Çünki maliyyə bazarı bir mənada kapitalist sistemdə yaranan sərvətin paylanması vasitəsidir. İndi düzdür, bizdə hələ yeni başlayıbdır bu trend və xüsusilə bizim ölkəmizin indi kapital bazarları o qədər də güclü inkişaf etməkdir. Amerika və digər qərb, xüsusilə Amerika səviyyəsində zaten onu belə deyək də imitasiya edə bilən ikinci bir ölkə yoxdur. Amma Amerika kimi ölkələrdə daha çox o sərvətin paylanması həmin maliyyə bazarı vasitəsilə ola bilir. Ki, məsələn, siz tutaq ki, Apple texnologiyasının heç bir anlayışınız yoxdur, amma siz Apple səhmini alaraq oradan gəlir əldə edə bilirsiniz. Məsələn, Apple ilk IPO, yəni ilkin kütləvi təklifə buraxıldığı gün bir gün içərisində 300 nəfər milyoner olub, həmin Apple səhmlərini alan şəxslər. Və ya bu yaxında məsələn Klarna şirkəti var idi, o IPO etmiş oldu və bir gün içərisində təxminən 17 nəfər milyoner olmuş oldu. Burada söhbət milyoner olmaqdan getmir. Yəni, bu texnologiyanı bilərsiniz və ya bilməzsiniz. Kiçik-kiçik yatırımlar edərək gələcəyi olan bir sektorun bir parçası ola bilərik. Çünki bu qaçınılmaz olaraq dediyimiz kimi istiqamət o yönünə gedir. Və bir çox sahədə artıq unifikasiya getdiyi üçün, misal istər elektromobillər olsun, istər məsələn kvant sektor olsun, hansı ki bu dinləyicilərimdə məni izləyənlər varsa, mən bunu 2024-ün təxminən mart ayında bunu qeyd etmişdim ki, gələcəyə yatırım istəyirsinizsə, kvant sektoruna səhmlərə yatırım edə bilərsiniz. Həmin dövrdə həmin sektorda olan səhmlər çox ucuz idi. Məsələn, 1 dollara məsələn Rigetti şirkəti idi, 6 dollara IonQ şirkəti idi və hal-hazırda həmin o şirkətdə təxminən 1 illik təxminən müddətdə 1 dollardan 35 dollara qədər yüksəldi. Digəri 6 dollardan 71 dollara qədər bahalaşmış oldu. Bu böyük bir sıçrayış idi. Yəni siz orada kiçik 1000 dollar yatırım etsəydiniz, hal-hazırda təxminən belə deyək də onun bəlkə də 10 qatı, 20 qatı gəlir əldə etmə imkanınız var idi. Hansı ki, sizin kvant texnologiyadan açıqcası çox da qəliz bir sahədir. Yəni onu nəsə anlamaq da mümkün deyil. Amma siz o istiqaməti görürsünüz ki, araşdırıb müəyyən edirsiniz ki, aha,
hansı şirkətlər nəyə yatırım edirlər, gələcək hansı yönə gedir, bu sektorda hansı şirkətlərdir? Misal, örnək olaraq mən verirəm. Məsələn, kvant sektorunda IBM, dünyanın ən böyük, belə deyək də, texnologiya şirkətlərindən birisidir. Google, o cümlədən Microsoft, Amazonun özünün yatırımları var, milyardlarla dollar pul yatırıblar bu sahəyə. Və bu tədricən zaman məsələsidir. 5 il, 3 il, 10 il deyə bilmərik. Sonunda meydana çıxacaq o sistem, o belə deyək, texnologiya və artıq tətbiq olunacaq real həyatda və ondan da belə deyək, siz bir mənada öncül ola bilərsiniz. Yəni, bu tip sektorlara yatırım etmək biraz araşdırma tələb edir. Və bu baxımdan maliyyə bilgiliyi, yəni maliyyə bazarları haqqında məlumat əldə etmək çox vacibdir ki, biz gündəlik onları izləməliyik. Hansı trendlər baş verir? Məsələn, başqa bir örnək mən sizə deyim. Hal-hazırda məsələn, süni intellektin gəlməsi çox böyük bir enerji istehlakı yaradacaq. Çox böyük. Çünki o data centerların və s. soyutulması, onların işləməsi və s. üçün kifayət qədər enerji tələbatı lazımdır. Enerji də bilirsiniz, biz hələ də fosil fueldən asılıyıq da, qaz, neft və s. ən çox enerji. İndi yaşıl enerji deyirlər, amma hələ də o tələbi ödəyəcək səviyyədə deyil açıqcası. Məsələn, Amerika kimi bir ölkə, Amerika hər zaman nüvə enerjisinə konservativ yanaşıb, amma artıq Amerikada şirkətlər nüvə enerjisinə çevrilir. Məsələn, Microsoftun özü olsun, Facebook'un Meta, təsəvvür edin, sosial media şirkətidir, amma kiçik reaktorlar qurmaq istəyir. Çünki enerji tələbatını ödəyə bilsin. Demək, bu nədir? Əslində, nüvə sektorunda ola bilən trendləri izləməliyik. Əgər dövlətlər həqiqətən nüvə enerjisinə çevrilirsə ki, bu, belə deyək də, əslində ən təmiz enerji növüdür. Düzdür, riskləri də var, amma biz sektor olaraq baxırıq ki, aha, demək, yeni tendensiya, belə deyək, o sahədədir. Və yaxud bir digər məsələ, dostlar, tutalım ki, indi ödəmə sistemləri var. Məsələn, siz düşünürsünüz ki, mən Mastercard, Visa kart səhmlərinə yatırım edeyim mi, etməyim mi? Məsələn, bununla bağlı trendləri öyrənməlisiniz ki, hal-hazırda onların gələcəyi nə olacaq? Misal üçün, Amerikada artıq ciddi mənada digitallaşmaya, digital, belə deyək də, pula keçmə istiqamətindədir. O cümlədən Avropa Birliyi ciddi mənada digital avro üzərində işləyir. Bu nəyi göstərir? Bu tədricən onu göstərir ki, trend digitallaşma üzərinə gedəcək və bu banklara bir mənada risk təşkil edir. Çünki bankların, belə deyək də, böyük gəlirlər bir mənada pul köçürmələrindən və s. də əldə edirlər. Və yaxud da məsələn Master və ya Visa kart səhmlərinə yatırım etmək isə əslində bu eyni zamanda onlar üçün risk təşkil etmiş olur. Çünki bu dediyim kimi bu araşdırıb həmin o trendləri öncədən görə bilməkdir. Və biz səhm bazarına yatırım etməklə bir mənada şərt deyil ki, girib siz ora nə bilim 100 min, 50 min, nə bilim 500 min yatırım edəsiniz bir vaxtda. Və yaxud da ki fərqi yoxdur. Tutaq ki müəyyən bir əlinizdə vəsait var. Bütün vəsaitinizi bir səhmə yatırasınız. Bu düzgün deyil və bu belə olan şey deyil. Sadəcə olaraq trendləri izləyirsiniz, analiz edirsiniz, kiçik yatırımlar edirsiniz, fərqli belə deyək, gələcəyə olan sektorlara və unudursunuz. Bir gün baxanda görəcəksiniz ki, artıq burada çox böyük bir gəlir əldə etmişsiniz. Kiçik bir investisiyanız artıq böyüyüb çox böyük, belə deyək də, gəlirə çevrilmişdir. İndi dostlar, bu ümumi baxanda maliyyə bazarının əhəmiyyətidir ki, biz bir mənada kapitalist sistemdə yaranan sərvətdən pay etmək üçün əslində ən ideal vasitələrdən birisi normalda maliyyə bazarlarıdır. Təbii düzgün yanaşmalarla, düzgün analizlə daxil olarsınız həmin bazara. İndi burada əsas sual meydana çıxır ki, okey, biz əgər bu bazara giririksə, bizim üçün necə ticarət eləyəcəyik, hardan başlayacaq, bazarın təxminən önəmini anladıq, indi mən başlayıb ticarət etmək istəyirəm. Bu suala gəlincə dostlar, ilk öncə biz müəyyən etməliyik ki, biz hansı bazarda ticarət etmək istəyirik. Bir var, məsələn, Forex bazarı. Forex bazarı dediyimiz, belə deyək, valyuta ticarətidir. Məsələn, avro, dollar, gündəlik alınıb satılan bir bazar, belə deyək də, valyutaların məzəndə fərqinə baxırsınız. Tutaq ki, siz düşünürsünüz ki, məsələn, avro bahalaşacaq, onu analiz edirsiniz. Tutaq ki, avronu alırsınız və yaxud da ki, düşünürsünüz ki, hər hansı bir valyutanın dəyəri ucuzlaşacaq, onu satırsınız, digər valyutanı alırsınız. Həmin o fərqdən gəlir əldə edirsiniz. Bu Forex bazarıdır. Günlük dövriyyəsi 7.5 trilyon dollardır. Baxırsınız ki, okey, amma Forex bazarında ticarət etmək o qədər asan deyil, bunu da qeyd edim. Baxırsınız səhm bazarı. Səhm bazarı daha sadədir, daha bir mənada nə baxımdan sadədir. Çünki orada investisiya edirsiniz, artıq hər saniyə durub telefonda və yaxud da kompüterdə nə qədər qazandınız, nə qədər belə deyək, yüksəldi səhminiz və s. ona baxmağa gərək yoxdur. Siz uzun vədəli yatırım edirsinizsə, ki, tutaq ki, gələcəyə olan bir sektora yatırım edirsinizsə, çox rahatsınız. Yəni, mən inanıram ki, məsələn, 5 illik müddətindən bu sahəyə yatırım edəcəm və 5 il gözləyəcəm. Kiçik yatırımlar edib gözləyəcəm, belə deyək. Bu daha sadədir.
İndi ən populyar olan dediyimiz kimi bu səhəm bazarıdır, forex bazarıdır, bir də kriptovalyuta bazarıdır ki, hansı ki, belə deyək, hal-hazırda böyük bir əksəriyyət həmin kripto bazarına ticarət edir. Bəs yaxşı, deyək ki, biz bu bazarlardan birisini seçdik. Mən bu bazara girmək üçün birinci nədən başlamalıyam və bazara girdim, necə ticarət etməliyəm sualına gəlirik. Birinci dostlar, bazara qoşulmaq üçün çox bəsitdir. İndi burada dediyim kimi, ola bilər bunu bilənlər var və bilməyənlərə izah eləmək istəyirəm. Çox bəsitdir. Kompüter və internet olan hər yerdən qoşula bilirsiniz. Bunu broker şirkəti vasitəsindən, sadəcə hər hansı bir broker o xidməti verən, səhm alırsa səhm, belə deyək də, ticarət üzrə o xidməti verən broker şirkətləri var və yaxud da forex və ya kriptovalyuta üzrədirsə, həmin o xidmətləri verən investisiya, broker şirkətləri var. Broker şirkətlərində hesab açırsınız və hesab açandan sonra sizin artıq orada platformanız olur. Müvafiq platformanı endirirsiniz. Bu ən populyar olan platformalar məsələn MT4, MT5 platforması və yaxud da ki məsələn hər bir şirkətin özlərinin yazdığı platformalar var. Amma məsələn siz Forex-də və yaxud da CFD ilə ticarət edirsə, ən populyar platforma MT4, MT5 platformasıdır ki, bunu app kimi endirirsiniz və çox sadədir. Alış və satış, belə deyək də, düymələri var orada. Onlara klik edirsiniz, bazar yuxarı gedirsiniz, alırsınız, aşağı gedirsiniz, satırsınız. Bu qədər sadədir. Amma təbii ki, o hardan almaq, hardan satmaq isə işin ən mürəkkəb tərəfidir. İndi bazara biz tutalım ki, daxil olduq. Mən nə bilim, nə vaxt almalıyam, hardan başlamalıyam? Bu işin artıq ayrıca bir tərəfidir. İndi mən sizinlə dostlar bir qrafik paylaşacağam. Və həmin qrafikdə bir şeyi diqqətinizə çatdırmaq istəyirəm ki, bu dollar indeksi ilə bağlıdır. Mən dolların yüksələcəyini proqnoz etmişdim. Təxminən 17 sentyabrdan etibarən və bunu öz şəxsi səhifəmdə də paylaşmışdım. Niyə görə? Birincisi, biz bazarı analiz etmək üçün, indi deyək ki, hesab açdıq bir broker şirkətində o platformanı indirdik və ora müəyyən vəsait qoyduq. Tutaq ki, 1000 dollar, 2000 dollar, 5000 dollar və yaxud da 10.000 dollar fərqi yoxdur. Və yaxud da lap 100 dollarla, hətta bəzi broker şirkətləri 100 dollarla belə icazə verir yatırım etməyə, amma 100 dollar təbii çox kiçik bir məbləğdir, orada çox cüzi gəlir əldə edə bilərsiniz. Tutalım ki, biz investisiya elədik, həmin o broker şirkəti vasitəsilə yatırım etdik və yatırım edəndən sonra artıq o sizin yatırdığınız məbləğ həmin o platformanızda görsənir, o rəqəm görsənir və siz başlayıb onun əsasən ticarət edirsiniz. Bəs yaxşı, mən bazarı necə analiz etməliyim? Hardan başlamalıyım? Dostlar, bazarı analiz etmək üçün iki üsul vardır. Biri fundamental analiz, biri isə texniki analizdir. Birinci fundamental analizdən başlayaq. Fundamental analiz dedikdə sadəcə olaraq belə deyək də makroiqtisadi göstəricilərə baxmaqdır ki, ümumiyyətlə tutaq ki, investisiya etmək istədiyiniz ölkə olsun, onun səhm bazarı olsun və yaxud da onun valyutası olsun. Misal, indi biz burada daha çox Amerika üzərindən danışacağıq, çünki Amerika hər şeydir açıqcası. Amerikada olan hər dəyişiklik bütün dünyaya sirayət edir. Səbəb də odur ki, dünya ticarət dövriyyəsinin, təsəvvür gətirin, 63%-ə yaxını təxminən dollarla həyata keçirilir. Yəni biz neftimizi dollarla satırıq, xaricdən bütün məhsulları demək dollarla alırıq. Ona görə də belə deyək də Amerika Mərkəzi Bankının, yəni federal ehtiyatların hər hansı bir qərarı, hər hansı bir Amerikada çıxan iqtisadi, makroiqtisadi göstərici dolların qiymətinə təsir edir və dollar da qlobal olaraq iqtisadiyyata təsir etmiş olur. İndi birinci biz fundamental analizdə dediyimiz kimi həmin ölkənin, xüsusən Amerikanın makroiqtisadi göstəricilərinə baxacaq ki, Amerikada nə baş verir? İqtisadiyyatı böyüyürmü, kiçilirmi? İnflyasiya artacaqmı, azalacaqmı? Əziz dostlar, bir nüansı qeyd edeyim. Fərqi yoxdur. İstəyirsiniz, gedin daşınmaz əmlak bazarına yatırım edin. İstəyirsiniz, hər hansı bir məhsul alıb, əmtə alıb satın. Taxta, şalban, inşaat materialları, nə istəyirsiniz ağlınıza gətirə bilərsiniz. İstəyirsiniz paltar olsun və yaxud istehlak məhsulları olsun, ərzaq və s. olsun, nə olur olsun. Bunun qiyməti yüksələcəkmi, azalacaqmı? Bir il sonra necə olması gözlənilir? 2 il sonra nə gözlənilir? Deyə bu haqda düşünürsünüzsə, bunun bir dənə cavabı var. Mən sizə deyim. Bax, sizə bir qrafik paylaşacağım. İcazənizlə. Okey dostlar. Dünyada ümumiyyətlə bu trendi görmək istəyirsə ki, nə baş verəcək ümumiyyətlə belə deyək də, yəni
qlobal iqtisadiyyatda bu qiymətlər yüksələcəkmi, aşağı azalacaqmı və s. Bunun cavabını tapmaq istəyirsiniz və tutaq ki, sabah bir gün ev almaq istəyirsiniz. Bu evi indi almağa dəyərmi, dəyməzmi deyə düşünürsünüzsə, mən sizə sadəcə bir dənə qrafik göstərəcəm. Çox bəsit. Bu, dostlar, federal ehtiyatların M2 pul kütləsi tədavülüdür. Görürsünüzmü? Tarixin ən yüksək zirvəsinə gəlib çatıbdır. 22.195 trilyon dollardır. 22 trilyondan yuxarıdır. M2 pul kütləsi. Bu M2 pul kütləsi nə deməkdir? Çox bəsit dilinə izah edin. Birinci buradan başlamalısınız. Baxın, hər şeyə aid edə bilərsiniz. Hər şeyə. Bunu bilsəniz, əmin olun, cibinizdə saxladığınız, evinizdə saxladığınız pulun dəyər itirməyəcəyini belə müəyyən edə bilərsiniz. M2 pul kütləsi, dostlar, nə deməkdir? İqtisadiyyatda olan ümumi pul kütləsini göstərən bir, belə deyək də, pul aqreqatıdır. Sizin cibinizdə olan, bankda olan, bankda depozit hesablarında olan pul kütləsidir. Əgər bu pul kütləsi sürətlə artırsa, bu bir mənada bilirsiniz nə deməkdir? Dünyada inflyasiyanın artacağı anlamına gəlir. Niyə görə inflyasiyanın artacağı anlamına gəlir? Çünki, dostlar, normalda siz bu pulu emissiya edən mərkəzi bankdır. Və siz pulu kəsib buraxarkən, indi dediyim kimi, bu biraz nəzəri ola bilər, deyə bilərsiniz ki, bu nəzəri bilicidir. Mən buna necə pul qazanacam? İndi praktik yönünü də göstərəcəm, narahat olun. Səbirli olun, praktik olaraq biz bundan necə istifadə edib gəlir əldə edə bilərik, göstərəcəm indi. Siz normalda iqtisadiyyatınızda məsəl üçün deyək ki, pul kəsib buraxmaq istəyirsiniz. 10 dənə telefon var isə, misal üçün, satışda, məsələn, ölkənizdə telefon üzərindən misal üçün, 10 dənə mobil telefon var isə, məsələn, o 10 mobil telefon üçün pul, məsələn, bunun birinin qiyməti məsələn 100 manatdır, fərz edək ki, o 10 telefona uyğun pul kəsib buraxmalısınız. Amma yox, sizin ölkənizdə 10 dənə telefon var. Amma siz, məsəl üçün, 1 milyon telefon varmış kimi pul kəsib buraxırsınızsa, bu nəyə səbəb olacaq? Avtomatik o qiymətlərin yüksəlməsinə səbəb olacaq. Çünki insanlara pul kütləsini verirsiniz, insanlarda tələb artmış olur. Və bu bir mənada, baxın, 2008-ci ildən xüsusilə sonra bütün dünyanın əslində inflyasiya boğulma səbəblərindən birisi bu arxasında bir dəyər, bir məhsul dayanmayan pul kütləsinin kəsilib bazara buraxılmasıdır. Durmadan bunu mərkəzi banklar injekt edir və ən çox injekt edənlərdən birisi Amerikadır və artıq elə bir nöqtəyə gəlib çatıb ki, Amerika bunu dayandıra bilməz. Dayandırdığı an 37 trilyon dollar borc var Amerikada. O sistem çökər. O sistem çökərsə, bütün dünyada qlobal maliyyə sistemi çökər. Bundan əmin olun. Və indi nə baş verir? Tutaq ki, sizin ölkənizdə 10 telefon var. Siz 1 milyon telefonun dəyərində pul kəsib buraxırsınız. Avtomatik qiymətlər yüksəlir. Qiymət yüksəlsə inflyasiyanın artması deməkdir. İnflyasiyanın artması bir mənada inflyasiya bəsit dildə desək, qiymətlərin artmasıdır. Məsələn, bu il bu məhsul səbətinə ödədiyiniz pul deyək ki, tutaq ki, bu məhsul səbətinə, məhsul və xidmət səbətinə 100 manat ödəmişsiniz bu il, növbəti il ödəyirsiniz 110 manat. Demək, 10% inflyasiya var deməkdir. Və bütün dünyaya, Amerikanın bunu etməsi dediyimiz kimi dollardan dola bütün dünyaya yayılır. İndi baxın, bu M2 pul kütləsinin artması nəyə çıxarır? Biz bundan necə pul qazana bilərik? Əgər M2 pul kütləsi artacaqsa, dostlar, səhm bazarı yüksələcək. Bir mənalı olaraq. İndi gəlin örnəklərlə göstərək görüm, həqiqətən elədirmi? Məsələn, tutaq siz səhm bazarına girmək istəyirsiniz. Bu S&P 500 indeksidir, bildiyiniz kimi. Amerikanın, belə deyək də, 500 şirkətinin indeksidir, benchmark indeksidir. Diqqət etirsiniz, tarixin ən yüksək zirvəsinə gəlib çıxdı. 2024-ün pandemiyadan bəri, pandemiyadakı o çöküşdən də o 2020-dən bəri, diqqət etirin, rekord səviyyə gəlib yüksəldi. Və yeri gəlmişdən dostlar, pandemiyanın o dibində kim nə alsaydı, kim nə şirkət alsaydı, oradan bəri yüksəlir. Düzdür, müəyyən aşağı çöküşlər olub, amma ümumi fonda yüksələrək. Baxın, həmin o pandemiyadan bəri 200%-dən belə deyək də daha çox yüksəldi S&P 500 indeksi. Təxminən belə deyək, 5 il ərzində. Və bu durmadan yüksələ gedib. Baxın, bu Amerikan səhm bazarının yüksəlməsinin başlıca səbəbi dostlar, həmin o M2 pul aqreqatıdır. Yəni, o pul kütləsi çoxalırsa, insanlar səhm bazarına yatırım edir. Daha çox. İkinci bir yatırım etdikləri şey nədir? İkinci bir yatırım, ən çox yatırım edilən şeylərdən birisi də qızıldır.
Qızılın qiymətinin rekord səviyyədə bahalaşmasına diqqət edin. Niyə qızılın qiyməti yüksəlir? Görürsünüz dostlar, hal-hazırda 3759 dollardır və bunun təxminən 4000 dollara qədər yüksələcəyi proqnoz edilir. Bunun cavabı çox sadədir. Əgər pul kütləsi artırsa, Amerikan sistemindən düşünək və Amerikadakı banklar, yeri gəlmişsə, o pul kütləsi daha çox bizim kimi sıravi insanlar üzərindən düşünmür. Hər zaman iqtisadiyyatın hara gedəcəyini, nələrin qiymətini artıb, nələrin azala biləcəyini görmək istəyirsinizsə, pul kütləsinin hara axdığına baxmalısınız və o pul kütləsi kimdədirsə, onların etdiklərinə baxmalısınız. Misal üçün, bunu təkcə biz görmürük, bunu belə deyək də, bu sahədən anlayışı olan hər kəs görür ki, federal ehtiyatlar pul kütləsini bazarda artıracaqsa, deməli dostlar, həmin o investisiya bankları bilir ki, inflyasiya yaranacaq. İnflyasiya yaranacaqsa, özlərini belə deyək, siz kassanızda pul saxlaya bilməzsiniz. Yəni, kassanızda saxladığınız pul hər gün dəyər itirir anlamına gəlir. Çünki inflyasiya yeyib bitirir onu. Məsələn, Azərbaycanda olsun belə, bir il öncəki pulunuzun ala biləcəyi şeylərlə bu illərin həmin o şeyləri ala bilmirsiniz. Yəni, adi ev, məsələn, ev misalını verə bilər sizə. Və bundan dolayı nə edirlər? Həmin o böyük fondlar, investisiya bankları. Yer gəlmişkən Amerikadakı olan banklar bizim banklar kimi təkcə kredit satıb pul qazanmır. Eyni zamanda onlar investisiya banklardır. Yəni əllərində olan kassalı olan o pulunu eyni zamanda yatırım edirlər. Məsələn, onlar dərhal yönəlirlər səhəm bazarına. Səhəm bazarına pul axırsa, deməli nə baş verəcək? Səhəm qiymətləri yüksələcək. Yəni burada artıq bir sual meydana çıxır ki, məsələn, belə yanaşmalar var ki, şirkəti analiz elədim, bu şirkət belədir, bu məhsulu istehsal edirsə, bu yüksələcək. Əslində, sözsüz ki, şirkətin özünün fundamental faktorları önəmlidir. Siz banan satan bir şirkəti almışsınızsa, sabah bir üstünü yoxa çıxa bilər, çox kəskin dəyər itirə bilər, bankrot edə bilər. Bu öz yerində. Təbii biz şirkət alanda ümumi analiz etməliyik. Amma ümumi səhəm bazarının yüksəlib-yüksəlməyəcəyini bilmək istəyiriksə, biz mütləq baxmalıyıq, görün, pul kütləsi axır. Pul kütləsi artırsa, deməli, investorlar səhəm bazarına yönələcək. Biri həmin səbəbdir ki, səhəm bazarı görürsünüz, rekord səviyyədə yüksəlir və 2020-ci ildə bilirsiniz, pandemiyadan dolayı federal ehtiyatlar rekord səviyyədə 0.25%-də pul verirdi banklara. Yəni, deyir ki, mən heç bir faizdə yox, 0.25%-dən pul verirəm banklara. Siz də gedirsiniz 0.25%-dən o pul götürürsünüz, milyardlarla pul götürürsünüz, başlayıb onun 2% kredit satırsınız və yaxud da getib səhəm bazarına qoyursunuz, səhəm bazarı ilə, nə bilim, həmin vaxtda 20%, 30% dəyər qazanırsa, 30% buradan qazanıb, federal ehtiyatların 0.25%-dən verirsiniz. Və bu formatda, belə deyək, böyük bir pul kütləsi injekt etmiş oldu. Pandemiyadan sonraki o kəskin yüksəlişin səbəbi əslində iqtisadiyyat şirkətdə bir möcüzə yaratmadı, açıqcası. Onların gəlirlərinə baxsanız ümumiyyətlə, görüşlərdə də böyük bir möcüzə yoxdur. Amma səhəm bazarı yüksəlir. Səbəb odur. Çünki əgər pul kütləsi artırsa, artıq o insanlar baxmır. Dərhal səhəm bazarına yönəlir. Səhəm bazarı yüksəlir. İkinci nəyə baxırlar dostlar? Bilirlər ki, inflyasiya gələcək. İnflyasiya gələcəksə, inflyasiyadan qorunmaq üçün ən effektiv vasitələrdən birisi nədir? Qızıl. Qızıla yatırım edirlər. Yəni, qızılın qiymətinin aqressiv yüksəlməsinin səbəbi həmin o mərkəzi bankların kağız pulu çap edib bir mənada iqtisadiyyata injekt etməsidir ki, bilirlər ki, bu inflyasiya yaradacaq, dərhal qızıla, öz sərvətlərini qorumaq üçün qızıla meyil edirlər. Digər yatırım alətlərindən birisi nədir dostlar? Daşınmaz əmlak bazarı və bütün dünyada, diqqət etsəniz, daşınmaz əmlak qiymətləri zirvədədir. Bizim ölkəmizdən tutun bütün dünyada. Amerikada artıq demək olar ki, orta təbəqə üçün ev almaq belə əlçatmaz bir nöqtəyə gəlib çatdı. İngiltərədə ümumiyyətlə vəziyyət daha da kəskindir. Çünki həmin vaxtda pul kütləsi artırsa, investorlar öz vəsaitlərini dərhal həmin o, belə deyək də, daşınmaz əmlak bazarına yönəltmiş olurlar. İndi bu bilgilərdən yola çıxaraq, baxın, bu bir mənada fundamental analiz idi. Biz nə bilək ki, pul kütləsi artacaqmı, azalacaqmı? Bunu necə öngörə bilərik? Əziz dostlar, bunu öngörmək üçün iki faktor var. Biri, Amerikada inflyasiyaya baxırsınız, ikinci, Amerikada əmək bazarına baxırsınız. Niyə görə? Çünki inflyasiya yüksəlməsi, bir mənada inflyasiya yüksəlirsə, federal ehtiyatlar ümumiyyətlə belə deyək, dünyada mərkəzi bankların bir funksiyası vardır, əsasən nədir? Qiymət stabilliyi, yəni qiymətlər çox yüksəlməsin. O pul kütləsini artırır, azaldır. Pul kütləsini necə artırıb azaldır? Bir mənada, bir neçə yolu var, bəsit yolu faiz dərəcəsidir. Faiz dərəcəsini artırır və ya azaldır. Faiz dərəcəsi nədir dostlar? Məsələn, siz tutaq ki, bayaq dediyim kimi, federal ehtiyatlar hal-hazırda deyir ki, mən 4.25%-dən pul verirəm.
Məsələn, siz bir banksınız, JP Morgan banksınız, gedirsiniz federal ehtiyatlarına 4.25% pul alırsınız, gətirib onu məsəl üçün deyək ki, 5-6% kredi kimi satıb üzərində pul qoyub, müəyyən bir faiz qoyub gəlir əldə edirsiniz. İnflyasiya yüksələcəksə, federal ehtiyatlar o faizi qaldırır. Faizi qaldırmaq nədir? Kreditə çıxışı çətinləşdirir. Yəni, pul kütləsini bazardan çəkmiş olur. Pul kütləsini azaltmaq bazardan o deməkdir ki, artıq tələb azalmış olur. Tələb azaldığı zaman da qiymətlər düşmüş olur. Deməli, inflyasiya yüksələcəksə, federal ehtiyatlar faiz dərəcəsini artıracaq deməkdir. Faiz dərəcəsi artacaqsa, pul kütləsini bazardan yığacaq deməkdir. Pul kütləsini bazardan yığacaqsa nə deməkdir? Səhm bazara aşağı düşəcək, səhm bazarı təkrarlayım, aşağı düşəcək, valyutanın dəyəri, məsələn, dollarsa dolların dəyəri yüksələcək. Və bir digər yanaşma, federal ehtiyatlar indi eyni zamanda təkcə qiymət stabilliyi deyil, eyni zamanda əmək bazarına da nəzarət edir. Bu unikaldır Amerika üçün. Yəni, həm qiymət stabilliyinə, inflyasiyaya nəzarət edir, həm də əmək bazarına. İndi nə baş verdi? Amerikada dostlar, indi mən sizə bunu göstərim bir-bir istəyirsinizsə. Bunu çox bəsit buradan baxa bilərsiniz. Investing.com-da məsələ İqtisadi kalendardan bu linki paylaşaram mən sizinlə, oradan baxa bilərsiniz. Aha. Amerikada əmək bazarına baxırdım eyni zamanda. Niyə görə dostlar? Çünki əmək bazarında əgər belə deyək, negativ tendensiya var isə, işsizliyin faizi artmağa doğru gedirsə, deməli, nə etməlidir? Federal ehtiyatlar faiz dərəcəsini bu səfər aşağı salmalıdır. Yəni, bazarda pul kütləsini artırmalıdır. Niyə görə pul kütləsini artırmalıdır? Çünki məntiq ilə siz kredit faizlərini bir mənada pul kütləsini aşağı salmaq, artırmaq belə deyək, krediti ucuzlaşdırmaq deyək. Krediti daha əlçatan edirsiniz. Kredit faizi aşağı düşürsə, investorlar gedir, məsələn, pul götürür, yeni iş qurur və ya siz gedib ucuz kredit alıb, maşın alırsınız, ev alırsınız, nəyəsə belə deyək də yatırım edirsiniz, bir mənada o çarx daha da sürətli dönməyə başlayır və iqtisadi maşın belə deyək də hərəkətə başlayır. Yəni, pul kütləsini artırırsınız. Bu, ucuz pul kütləsi olan kimi investisiya edilir, iş yerləri açılır və məşğulluq səviyyəsi yüksəlməyə başlayır. İndi diqqət etiniz, sizdən bir qrafik paylaşacağım dostlar. Biz nə bilərdik ki, federal ehtiyatlar faiz aşağı salacaq ya yox? Diqqət etirin. Son ümumiyyətlə dostlar, belə deyək, 2024-ün sentyabr ayından bəri, görürsünüzmü? Hətta ondan da əvvəl, 2024-ün iyun ayından bəri Amerikada işsizlik 4%-ə keçdi və 4%-in üzərindədir. 4%-dən aşağı sala bilmirlər Amerikada işsizliyi. Sizə 4% elə belə gəlməsin, dostlar. Bu təxminən, belə deyək də, haradasa 20 milyona yaxın insan deməkdir, aşağı yuxarı. İşsiz insan deməkdir. Və bu 4%-in altına sala bilmir. Bunun da bir səbəbi dostlar, həmin o pandemiya dönəmində Amerika həddindən artıq pul kəsib buraxmışdı. Federal ehtiyatlar inflyasiyada yüksəlmişdi. İnflyasiya 4-9%-ə gəlib çatmışdı. Mən burada qrafikdə bunu paylaşıb çox vaxtınızı almaq istəmirəm. 9%-ə çatmışdı. Həmin inflyasiyanı aşağı salmaq üçün federal ehtiyatlar aqressiv 0.25% olan kredit və faiz dərəcəsini qaldırdı 5.5%. Təxminən 2022-də, 2023-də artıq 5.5% idi faiz dərəcəsi. Təsəvvür etdin, 5.5. İndi vətəndaş olaraq düşünün ki, siz gedib əvvəl 2-3% kredit alırdınız. İndi düzdür, Azərbaycanda biraz kredit faizləri yüksəkdir. Bizə elə gəlir ki, 2-3% kredit olar. Amma qərb ölkələrində əksəriyyətən çox aşağıdır kredit faizləri. Məsələn, 2-3%-dən kredit alırdınız bankdan, amma indi getmişsiniz, məsəl üçün deyək ki, Amerikada 7-8%-dən kredit alırsınız. Bu çox yuxarıdır onlar üçün. Və bundan dolayı da federal ehtiyatlar həmin o faizləri yüksəltdi, kredit faizləri artdı. Bu da bir mənada çətinləşdirdi, belə deyək. Yeni iş yerləri, investisiya, pula çıxışı çətinləşdirdiyi üçün başladı bu səfərdə işsizlik səviyyəsi artmağa. İndi işsizlik baxdılar ki, inflyasiyanı 9-dan aşağı saldılar. 3%-ə altına belə gətirdilər. İnflyasiyanı aşağı çəkə bildilər. Pul kütləsini yığdılar. İndi bu tərəfdən bunu çəkən kimi digər tərəfdən də baş verdi. Artıq bu səfərdə işsizlik artmağa başlayır. İndi işsizliyi aşağı çəkmək üçün nə etməlisiniz? Faiz dərəcəsini aşağı salmalısınız. İndi əlaqəni tuta bildinizmi? İnflyasiya yüksəlsə faizi artırırıq, iqtisadiyyatı soyuduruq bir mənada. Yox, bu səfərdə işsizlik artmağa doğru gedir. İşsizlik artan kimi bu səfər faizi aşağı
salıb təkrar iqtisadi qızışdırmağa çalışırıq. Yəni bu hər zaman dəyişən bir belə deyək sistemdir. Balans yaradır. Bunda mərkəzi banklar, federal ehtiyatlar həyata keçirir. İndi işsizlik artdığına görə faiz dərəcəsi aşağı düşməlidir. Aha, mütləq şəkildə faiz dərəcəsi aşağı düşməlidir. Çünki əmək bazarında yadınızda saxlayın, 2 ay ard-arda negativ məlumat çıxırsa, işsizlik artırsa, bilin ki, faiz azaltma söhbəti ortaya çıxacaq. Baxın, təkrar edirəm, buna narrativ, yəni o şayələr artıq bazarda yayılmağa başlayacaq. O xəbərlər çıxan kimi, onu görən kimi bilirsiniz mi neyirlər dostlar? O böyük oyuncular, böyük banklar, investisiya bankları indi faiz aşağı düşəcəksə, bir öncəki dəfə qeyd etdik, faiz aşağı düşməsi eyni zamanda pulun dəyərinin aşağı düşməsi deməkdir. Bunlar başlayıb dollar indeksini, dolları başlayıb satmağa. Baxın, təkrar edirəm, o xəbər bazarı çıxan kimi başlayıb dolları satmağa. İndi diqqət edin dostlar. 2024-ün iyun ayından dedik ki, negativ tendensiya var idi. İndi gəlin baxaq dostlar, baxın. 2024-ün yaxın tarixi göstərməyə çalışacağım. 2024-cü ilin iyul ayında, görürsünüzmü? İyun ayından etibarən dollar indeksini satdılar. Həmin vaxt dollar indeksi 105 idi. Sentyabra qədər hardasa 5%, belə deyək, 5.5%-ə yaxın ucuzlaşma oldu dollar indeksində. Görürsünüzmü? Böyük oyuncular tədricən dollar indeksini satmağa başladılar dostlar. İyun ayından bəri söhbət çıxdı ki, federal ehtiyatlar faizi endirəcək. Gəldi, federal ehtiyatlar faiz dərəcəsini 5.5-dən 5-ə salmış oldu. Diqqət etirsiniz, faiz dərəcəsi aşağı salınandan sonra başladı dollar indeksi yüksəlməyə. Amma artıq o xəbər çıxana qədər, yəni federal ehtiyatlar faizi aşağı salana qədər dostlar, federal ehtiyatlar böyük oyuncular öz işini görmüşdü. Onlar ehtiyat rezervlərində olan dolları satmışdılar. İndi burada çox önəmli bir nüans var. Baxın, pərakəndə traderin diqqətdən qaçırdığı nüans buradadır. Pərakəndə trader oturur gözləyir ki, federal ehtiyatlar faizi aşağı salacaq, sonra mən dolları satacağam, dollar aşağı düşəcək. Elə şey yoxdur. Böyük oyuncular qabaqcadan o işi görür. Yavaş-yavaş satırlar onu. Satıb kassasındakı deyək dolları azaldandan sonra, balanslaşdırandan sonra belə deyək də, indi onlar hedge edirlər, rebalancing deyirlər ona. Portfellərini balanslaşdırandan sonra ki, dolları satdıq, yerinə nə bilim avro aldıq, qızıl aldıq və sair başqa şeylər aldıq. Onu satırlar. Artıq faiz aşağı düşəndə başlayıb faizi aşağı salandan kimi federal ehtiyatlar nə edirlər? Artıq ucuzdan dolları yığmağa başlayırlar. Ucuz qiymətdən artıq dollar yığmağa başlayırlar. Və bu vaxtda bir çox pərakəndə traderdə eyni zamanda burada udurlar. Çünki pərakəndə traderlər çox səhv eləyir. Burada satırlar ki, aha, bu sentyabr aydı. Görürsünüz, 2024-ün sentyabr aydı. Burada artıq dolları satırlar ki, aha, dollar belə deyək də artıq ucuzlaşacaq. Halbuki dolları vurub qaldırdılar. Sonra dostlar, yenidən eyni trend başladı 2024-ün yanvar ayından bəri. Baxın, 2024-ün yanvar ayından bəri dolları satıblar, düşən trendlə gəldi. Və mən bunu öz şəxsi səhifəmdə də paylaşmışdım ki, dollar artıq yüksələcəyini mən proqnoz edirəm. Niyə? Diqqət edin, 17 sentyabrda federal ehtiyatlar faiz dərəcəsini 4.5-dən 4.25-ə endirmiş oldu. 25 baza həddi endirmiş oldu. Bu çox cüzi bir göstəricidir. Və həmin, baxın, o keçmiş qiymət hərəkətinə əsasən mən dedim ki, aha, artıq dollar yüksəlməlidir. Həqiqətən də diqqət etirin, dollar 2017-də dib elədi 95-dən, artıq belə deyək, 98-ə qədər yüksəlmiş oldu. Və mən tədricən bunun hələ davam edəcəyini düşünürəm, dollar indeksinin. Bu artıq dediyim kimi, baxın, fundamental analizə əsasən, bu əmək bazarı inflyasiya gedişatına əsasən səhəm bazarının yüksələcəyini mi, dollar indeksinin bahalaşıb ucuzlaşacağını mı biz qısa vədəli proqnozlar edə bilirik. Uzun vədəli proqnoz etmək istəyirsə dostlar, bir şeyi unutmayın. Ümumiyyətlə, bayaq qeyd etdiyimiz kimi, Amerikanın borc problemi var. 37 trilyon dollar borc problemi var. Bu borcu indi ödəmək istəyir, ödeyə bilməz. Hal-hazırda çünki xəzinəsində o qədər pul yoxdur. İndi bu borc varsa, sizin borcu belə deyək də, nə etməlisiniz? Borcu dəyərsizləşdirməlisiniz. Tutaq ki, siz kiməsə borc pul qaytarasınızsa, ən yaxşı nədir? Əgər pul inflyasiya edərsə, yəni sizin qaytaracağınız pulun dəyəri aşağı düşərsə, alım gücü aşağı düşərsə o pulun, bir mənada sizin borc yükünüz azalmış olar. Və ona görə də Trump administrasiyası durmadan federal ehtiyatlar təzyiq ki, dolları belə deyək də, faiz dərəcəsini aşağı salsın. Bu faiz dərəcəsində elə, sabah faizi aşağı sal söhbət ola bilməz. Bunu
datalara əsasən eləməlisən. Çünki sən faizi kəskin endirsən, inflyasiya ani anda yüksələ bilər. İnflyasiya yüksələrsə, bu daha da problem yaratmış olar. Çünki artıq sənin cibində olan inflyasiya çox problemli bir məsələdir. Yəni belə deyək də, oturan yerdə kasıblaşmaq deməkdir. İndi uzun vədədə əslində dolların ucuzlaşması qaçınılmazdır. Çünki Amerika bunu etməlidir. Yəni pulu belə deyək də, bazara pul injekt etməlidir. Sən bu pulu injekt etməzsənsə, belə deyək, sistem çökər. Bu hara qədər gedəcək? Necə gedəcək? Şəxsən mənim hal-hazırda qlobal maliyyə bazarlarında ən böyük gördüyüm risklərdən birisi budur ki, bu pul çapını siz hara qədər apara biləcəksiniz? Çünki artıq diqqət etirsəniz, digər dövlətlər də ayılıb. Məsələn, Çin aqressiv dərəcədə qızıl alır. Bütün mərkəzi banklar qızıl alır. Çünki bu tendensiyanı görür ki, Amerika dolları ucuzlaşdıracaq. Amerika dolları ucuzlaşdıracaqsa, uzun vədədə ucuzlaşdıracaqsa, bundan nə edirlər? Öz belə deyək də, vəsaitlərini dollardan digər aktivlərə keçirməyə çalışırlar. Bu demirik, bir gün içərisində olacaq, tədricən. Və bu tendensiyanı dediyim kimi, əgər Amerika davam etdirə bilməzsə, bu borc problemi bir yerdə dirənərsə, bu bir çöküş ola bilər. İndi onunla bağlı fərqli kripto üzərindən oyunlar qurmağa çalışırlar, kripto rezerv ehtiyatları yaratmaq istəyirlər ki, bu artıq başqa bir hekayədir. Bunu inşallah növbəti webinarlarımızda ətraflı mən danışaram ki, əslində Amerika niyə görə birdən-birə Trump Bitcoin rezervi yaratdı? Niyə birinci prezident dönəmində kriptoya nifrət edirdi? Adam kripto əleyhdardı. İkinci prezidentin dönəmində başladı kriptonu önə çəkməyə, oğlanları və s. hamısı düşdülər. Kriptona lazdı önə çəkirlər. Səbəbi nədir? Boşuna mı eləyirlər? Niyə eləyirlər? Bu haqda növbəti webinarımızda danışaq. İndi dostlar, bu dediyimiz kimi, buna qısaca desək, bu fundamental analizdir. İndi düzdür, burada çox detallar var, amma biz bunu çatdıra bilməyəcəyik. Qısaca mən giriş xarakterli fundamental analizi necə edib, bazardakı istiqamətləri necə proqnoz edə bilərik, bu haqda danışdım. Bir də var, ikinci olaraq dostlar, texniki analiz. Bu əslində hamının yaralı yeri, eyni zamanda belə deyək, suyun bulandığı bir yerdir. Mən prinsipcə bunlar haqqında danışdım. Strategiya və texniki analiz. Dostlar, texniki analiz bir mənada belə deyək, suyun bulandığı yerdir. Niyə? Çünki burada açıq danışaq, kifayət qədər söz satma imkanı var. Yəni, məsələn, hər kəs bazarı analiz edərkən 4 dənə xətt çəkir belə qrafikə. Deyir ki, bu texniki analizdir və s. Bu çox problemli bir yanaşmalıdır. Texniki analiz qısaca desək, qrafikə baxıb bazarın hansı yöndə gedəcəyini belə deyək də, proqnoz etməkdir ki, keçmişdə belə eləyib, qrafik düşüb, qalxıb və s. Bax, indi də belə edəcək deyə bilməkdir. Amma bu o qədər də asan deyil. Siz təkcə qrafikə baxmaqla, belə xəttlər çəkməklə, məsələn, indi ticarət eləmişsiniz, görmüşsünüz, orada müəyyən formasiyalar çəkirlər, üçbucaq formasiyası və yaxud, məsələn, indikatorlar var, Fibonacci olsun və yaxud, nə bilim, ortalama olsun, sadə hərəkətli ortalama deyirlər buna, Ichimoku indikatoru və s. olsun. Bunlarla bazarı proqnoz etmək o qədər asan deyil. Bir kərə bu sistemlər çoxdan yaranmış bir şeydir. Artıq bazarda onlar əhəmiyyətini itirib. Təkcə biz görmürük də, onu hər kəs görür, belə deyək. Bu bir. İkinci tərəfdən dostlar, onların əgər siz statistik o hesablama metodologiyasına baxsanız, kifayət qədər problemlər var onlarda. Onlar gecikən indikatorlardır. Onlar qiymət gedir, qiymətin arxasında gəlir. Bu baxımdan bizim bazarı texniki analizlə proqnoz etməyimiz demək olar ki, mümkünsüz kimi bir şeydir. Bundan əmin ola bilərsiniz. Təkrar edirəm, texniki analiz baxımından. Fundamental analizdən gedişatı proqnoz edə bilirsiniz. Çünki bu iqtisadi qanuna uyğunluqdur. Yəni fizikanın qanunları kimi bir şeydir. Yəni siz pul kütləsini bazarda çoxaldırsınızsa, o pul belə deyək də inflyasiya yaranacaq. Tarixən bu hər zaman belə oldu. Çox qeyri-adi istisna oldu. Adi məsələn Türkiyə örnəyi. Türkiyədə niyə görə bir anda inflyasiya 60-70% çatdı? Çünki faktiki olaraq bilmədim indi hökumət, Erdoğan hökuməti təzyiq elədi ilk öncə banklara ki, faizi aşağı salın, faiz aşağı salın. Faiz aşağı saldı, pul kütləsi artan kimi inflyasiya artıq nəzarətdən çıxdı, 60-70% inflyasiya var. İndi inflyasiyanı geri çəkmək üçün faiz dərəcəsini 40%-ə qaldırdılar. Təsəvvürə gətirirsiniz. 40% ki, bankdan kredit götürmək istəsəniz 40% siz pul 40%-dən, 45%-dən pul götürə bilirsiniz. Kredit götürə bilirsiniz. Yəni, bu baxımdan iqtisadi qanun uyğunluqdur bu. Fundamental analizdən uzun vədədə proqnoz edə bilirsiniz. Amma texniki analiz isə, dostlar, texniki analizdən bazarı proqnoz etmək demək olar mümkünsə yaxın. Və yaxşı, onu texniki analizdən biz necə istifadə edə bilərik? Dostlar, mən öz qısaca hekayəm deyim. Mən də o indikatorlara və s. çox inanıb onunla ticarət edib, yaxşı da pul itirmişəm açıqcası. Amma sonra mən peşəkar treyderləri oxuyandan sonra
Yer gəlmişəm burada peşəkar trader deyəndə xaşiyəm. Hər hansı bir yerindən duran adam texnik analiz kitabı nəsə yazıb o şey eləməsindən söhbət getmir. Peşəkar traderlar, məsələn, bir neçə örnək verə bilərəm. Məsələn, Mark Fisher var, adam milyonlar qazandı belə deyək. Larry Williams var. Bunlar hamısı əfsanəvi traderlardır. Məsələn, Ed Torp var, əfsanədir adam. Riyaziyyatçıdır və belə deyək də çox unikal yanaşması var bazara. Eyni zamanda məsələn Robert Carver var, Barclays Bankda prop trader oldu və s. Adamları oxuyandan sonra gördüm ki, bunların bazara yanaşması tamamilə fərqlidir. Onlar bazarda trade edərkən, söhbət texniki analizdən gedirsə, onlar bir mənada bazarı proqnoz etmək kimi bir şey yoxdur ki, mən bazarı proqnoz edəcəm şey eləmirlər. Onlar statistik qanunyuyğunluğu tapırlar və onlardan da bir dənə örnək mən sizə verəcəm dostlar ki, biz nədən istifadə edə bilərik? Misal üçün örnəklərdən sadəcə birini göstərməyə çalışacağam. İndi bir neçə metodologiya var. Şəxsən mənim özümün istifadə etdiyim metodologiyalardan birisini, örnəklərdən birini göstərməyə çalışacağım dostlar. Sadəcə bir örnək. Dostlar, misal üçün, bunu bəlkə də mən bilmirəm, bir neçə öncəki webinarlarıma qoşulanlar görüb, amma yenə də paylaşım. Məsələn, mənim istifadə etdiyim sistemlərdən birisi budur, biri budur. Bu mahiyyət nədən ibarət dostlar? Deməli, görürsünüzsə, bu hər biri bir blok deməkdir bu günlər üzrə. Baxın, məsələn, bu hər birisi bir gün deməkdir. Yəni 24 saat. Bu bloklar buradan başlayır və bura qədər davam edir. Bu qara gördüyünüz xətlər ədalətli qiymət zonasıdır. Yəni bazarda ədalətli qiymət zonası deyəndə alıcı və satıcı üçün balans qiymət nəzərdə tutulur. Həmin bu üç xətt onu göstərir dostlar. Və buradakı statistik qanunyuyğunluqlardan birisi nədir? Mən bunu sizə deyim. Bazar hər zaman ya aşağı olsun, ya yuxarı. Aşağıdakı 3, bu qaranı saymırıq. Aşağıda 1, 2, 3. Burada əslində 4-cü xəttdə var. Mənim digər kompüterimdə də o sistem. Sadəcə burada 3-ü var. Amma 4-cü səviyyə də var burada. Statistik olaraq mən nəyi müşahidə etmişəm? Bazar 85% hallarda özünü doğruldur. Yer gəlmişəm, mən bunu 2023-ün belə deyək də əvvəlində tapmışam və öyrənmişəm daha doğrusu, onu da deyim. Hal-hazırda həmin tarixdən bəri işləyir. Yəni uzun müddətli bu effektivliyini qoruyur da belə deyək. Bazar aşağıdan 3-cü səviyyəyə gələndə buradan qayıdır. 85% alır. 3-cü və ya 4-cü səviyyəyə gələndə qayıdış edir. Diqqət etirsəniz baxın dostlar. 1, 2, 3 qayıtdı görürsünüz. 1, 2, 3-ə çatmadan buradan bir dənə qayıtdı. Biraz gedək keçmişə. Keçmişə gedək. Ancaq 3-cü və 4-cü səviyyələrdən. Burada diqqət etirin. 1, 2, 3. Burada dediyim kimi 4-cü səviyyə var. Görürsünüz, 4-cü səviyyədən bir dənə reverse elədi. Geri qayıtdı, ondan sonra getdi. Burada bu xəbər çıxıb. Xəbər çıxanda ümumiyyətlə texnik analiz özünü doğrultmur. Burada diqqət etirin. 1, 2, 3. Görürsünüz, 3-ə çatmamış qayıtdı. Biraz gedək keçmişə. 1, 2, 3. 3-ə çatmamış. 3-dən görürsünüz qayıtdı. Həmin o zonalardan qayıdır bazar. Baxın. Ancaq 3-cü, 4-cü səviyyə, 2-ci, 3-cü səviyyə yox, təkrarlayım. Ancaq 3-cü, 4-cü səviyyələrdən. İndi o örnəkləri göstərməyə çalışım. 1, 2, 3, görürsünüz 4-cü səviyyədən qayıtdı, sonra düşdü aşağı. Bura diqqət edin dostlar. 1, 2, 3-ə çatmamış qayıtdı. Sonra burada 3-ə çatmamış qayıdıb. Biraz gedək keçmişə. Burada diqqət edin. 1, 2, 3, görürsünüz 3-dən qayıtdı. Və yaxud məsələn, bunu istədiyiniz alətdə yoxlaya bilərsiniz. Burada da diqqət edin. 1, 2, 3, 4-cü səviyyədən reverse elədi. Məsələn, qızıla baxın. Gold. Məsələn, qızılda bunu test edeyim. Bunu back test eləsəniz, dediyim kimi bunun təxminən 85% effektivliyi var. Ancaq 3-cü və 4-cü səviyyələr. Diqqət edin dostlar. Və burada 1, 2, 3. Buradan reverse elədi. İşte keçmişə biraz. 3 və 4. 2, 3 yox. Məsələn, bura baxın. 1, 2, 3. Görürsünüz. 3-cü səviyyədən geri qayıtdı. Bax, burada 1, 2, 3. 3-cü səviyyədən geri qayıtdı. Görürsünüz. Diqqət etdim. Bir dənə göstərim. Baxın, burada 1, 2, 3. Görürsünüz. Buradan reverse elədi. Buradan bir dənə reverse elədi. Sonra getdi o tərəfə. Burada bax 1, 2, 3 reverse elədi.
Hər zaman. Yəni burada da bir dənə 1, 2, 3, burada kiçik bir reverse edib sonra gedib yüksəlib. Burada 1, 2, 3, 4-ə gəlib 4-dən reverse edib. Görürsünüz? Bu dostlar statistik bir qanuna uyğunluqdur. Əgər siz və yeri gəlmişkən mən hal-hazırda fərqli bir strategiya ilə yeri gəlmişkən istirahət edirəm. İndi siz dediyim kimi əgər bir mənada texniki analiz sistemindən istifadə edib ticarət etmək istəyirsinizsə, hər zaman bazardakı statistik qanuna uyğunluğa baxmalısınız ki, aha, bu sistem öz-özünü neçə dəfə təkrarlayıbdır. Məsələn, müşahidə edirsiniz ki, qiymət müəyyən səviyyəyə gələndən sonra bir mənada deyirsiniz ki, aha, bu səviyyədən qayıdır və yaxud da ki, bu səviyyədən məsələn yüksəlir. Əgər bunu test edə bilirsinizsə və statistik olaraq özünü doğruldursa, artıq siz onun üzərində belə deyək də strategiya qura bilirsiniz. Diqqət edirsinizsə, mən burada hər hansı bir qiyməti proqnoz etmədim. Demədim ki, bura gələcək, buradan yüksələcək, bu səviyyə çatacaq və s. demirəm. Mən sadəcə statistik qanuna uyğunluq ticarət edirəm. İndi bura diqqət etirin dostlar. Hal-hazırda belə deyək, mənim istifadə etdiyim strategiyalardan birisidir. Məsələn, bu strategiya artıq onun tamamilə fərqlidir. Burada isə bir saniyə, trading view nəzər özünü getdi. Paylaşıram deyə belə olur. Bir saniyə. Aha. Hal-hazırda dostlar, istifadə etdiyim strategiya bir mənada daha sadədir və belə deyək, daha effektivdir. Nə baxımdan? Mən artıq orada belə deyək də hər hansı bir proqnoz irəli sürmürəm. Mahiyyəti nədən ibarət dostlar? Diqqət etirsəniz, bu mən nəsə ekranı paylaşanda belə olur. Başım çıxmadı, niyə belə eləyir? Okay. Aha. Baxın, mən bu range'i qırarsa buradan alış açıram. Ən azı belə deyək, birinci və ikinci səviyyə qədər gözləyəm. Stop loss'umu bura qoyuram dostlar. Mahiyyəti bundan ibarət bu sistemin. Məsələn, long position. Burada alış açıram. Take profit'imi bura ən azı. Stop loss'umu bura qoyuram. Bu orta xətt. Xəttin altına. Yuxarı gedirsə yuxarı alış açıram. Aşağı gedirsə aşağı satış açıram. Bax, görürsünüz. Məsələn, burada yuxarı qırıb yuxarı açmışam. Burada aşağı gedib aşağı satış açıram. Eyni qaydada stop lossumu da hər zaman qoyuram. Yuxarı getsə alış açıram, aşağı getsə satış açıram. Sistemin mahiyyəti bundan ibarətdir. Stop loss olanda da qorxmuram. Çünki dediyim kimi, birinci dəfə stop loss olmuşam, ikincidə açıram. Ən azı bir dəfə ya yuxarı qiymət qırıb keçir, ya aşağı qiymət qırıb keçir. Aşağı məsələn burada satış etdim, gəldi bu hissəni vurdu, mənfəətimi götürdüm. Yuxarı gedəndə təkrar buradan bir dənə də alış açıram. Stop lossumu bura qoyuram, yuxarı getsə belə getdə. Bu statistik qanunluluğu ticarət edirəm. Bunun mahiyyəti nədən ibarət dostlar? Mən bu texniki analiz olaraq bazara heç bir proqnoz etmirəm. Mənə sadəcə lazım olan şey hərəkətdir. Əgər bazarda hərəkət var isə, mən oradan gəlir əldə edirəm. Yəni bu bir mənada texniki analiz dostlar ehtimal oyunudur. Və ehtimal oyununda bir mənada siz belə deyək də dəqiqliklə 100% proqnoz irəli sürə bilməzsiniz. Mən artıq o statistik qanuna uyğunluğu test edirəm, keçmişə gedib test edirəm. Neçə dəfə özünü doğruldur. Görürəm ki, məsələn 60%, 70%, lap 80%, 70% olsa belə mənə kifayət edir, tam anlamıyla. Əgər birinci ticarət etsə 60% belə kifayət edir sizə. Okay, o ehtimallar özü yüksək ehtimallıdırsa, artıq mən o strategiyadan başlayım ticarət etməyə. Yəni mahiyyəti buradan ibarətdir. Artıq mən hər hansı belə deyək, bilmirəm, indi texniki analizim vaxtımız azdır, mən uzun-uzadı danışa bilmirəm. Məsələn, müəyyən indikatorlardan və s. istifadə edirlər ki, qiymət bu səviyyəyə gəlib çatacaq, hədəf göstərir ki, mütləq məsələn bu qiymət buradan qayıdıb bura gələcək. Mən belə analizlər eləmirəm. Mən sadəcə statistik qanuna uyğunluğa baxıram. Çünki təkrar edirik dostlar, siz bazarı proqnoz edə bilməzsiniz. Heç kimsə bazarı dəqiqliklə proqnoz edə bilməz. Bir saniyə bazara alıcı mı girəcək, satıcı mı girəcək, onu bilə bilməzsiniz. Siz sadəcə olaraq ehtimala oynamalısınız. O ehtimalları proqnoz edib, belə deyək, ona əsasən ticarət etməlisiniz. İndi dostlar, texniki analiz dediyim kimi çox geniş mövzudur. Mən sadəcə giriş xarakterli məlumat verdim. Amma inşallah bunun növbəti vebinarlarımızda texniki analiz haqqında ətraflı geniş məlumat veriləcək. Sırf bu strategiya nədir, nəyə əsaslanır, bu nəyin üzərində qurulur və yeri gəlmişkən bu riyazi alqoritm var bunun arxasında. Yəni bu bizim çəkdiyimiz bir xətt deyil. Biz belə deyək, mən ümumiyyətlə o şeylərdən çox uzağam, belə xəttlər çəkir. Və yaxud da məsələn Elliot dalğa nəzəriyyəsi var.
boşuna vaxtınızı sərf etməyin. Fibonacci-nin özü çox problemlidir. Çünki Fibonacci-nin özü belə deyək də, sizin kənardan gətirib ora qoyduğunuz bir xəttdir. İstifadə etdiyiniz sistemlər mütləq şəkildə dostlar, bazarın özündən irəli gəlməlidir. Yəni qiymətdən formalaşmalıdır. Qiymət onu verməlidir ki, mən bu qiymətə çatanda statistik olaraq. Məsələn, analiz edirsiniz ki, tutaq ki, qiymət müəyyən səviyyə qırdısa, tutaq ki, 10% yuxarı zirvə qiymətdən keçdirsə, demək bazar yuxarı gedəcək. Məsələn, 10% aşağı dip qiymətdən aşağı getsə, demək qiymət aşağı gedəcək. Misal örnək olaraq verirəm. Siz bunu analiz edib, bunun üzərində strategiya qurursunuz, bu yanaşmanın üzərində. Dahi Şamın quyruğu belə oldu, Şam buradan belə qayıtdı, o yanaşmalarına ticarət edə bilmirsiniz. Dostlar, bizim vaxtımız çox az qaldı, 5 dəqiqə vaxtımız qaldı. Mən ona görə də suallara keçirəm. Amma dediyim kimi, webinarlarımız davam edəcək. Növbəti webinarlarımızda texnik analiz, sırf texnik analiz, risk menecment və maliyyə alətlərindən necə canlı ticarət edə bilər, oralar haqqında danışacağıq. Suallara keçmək istəyirəm indi. Aha, Ceyhun bəy sual verir. Bu range nəyə əsasən çəkilir? Bəy, çox gözəl sualdır. Bu range'in arxasında bir riyazi algoritm dayanır açıqcası. Mən baxıram, bazarını hesablayıram. Belə deyək də, əlimizdə 4 dənə faktor var. High, low, yəni zirvə, dip, bağlanış və açılış qiyməti. Bu qiymətləri alıb, bölüb, çıxıb, vurub, onun əsasında hesablayırıq. Bunu inşallah dediyim kimi növbəti mövzumuzda inşallah paylaşacağım. Təbii tam publik etməyəcəm, bundan əmin olun. Çünki heç kim aslında publik etməz. Amma bu haqda dediyim kimi giriş məlumatlar verəcəm ki, siz də gələcəkdə onu istifadə edib bu sistem üzərində öz belə deyəcək, qurasınız. Bir də ikinci bir sual verib ki, bu indikatoru ya özünüz çəkin. Xeyr bəy, ümumiyyətlə mən indi heç bir xətt çəkmirəm. Və o çəkinən xətlərin də qəti əleyhinəyəm. Baxın, bu birinci sistemimizdə də mən sizə göstərim. İcazənizlə. Həmin o sistemdə də bir mənalı olaraq icazənizlə həmin bu sistemdə də dostlar, qiymət bir mənada dünənki qiymətləri alıb, dünənki zirvə, dip və belə deyək də, bağlanış qiymətini alıb, o formatda hesablayır. Yəni, biz əsla və əsla mən o xəttlərin çəkilməsinin əleyhinəyəm, təkrar edəyəm. Çünki sizin çəkdiyiniz o xəttlər subyektiv bir inancdır. İnancdır ki, və yer gəlmişəm, bunu bir çox adam deyir ki, mənim bu qədər təcrübəm var, 50 ildə, 100 milyon ildə təcrübəsi olsa, heç bir önəmi yoxdur. Bundan əmin ola bilərsiniz. Düzdür, təcrübə müəyyən mənada rol oynayır. Siz bir qrafikə çox baxanda onun hansı saatda nə edədiyini və s. görə bilirsiniz. Amma mən bu təcrübəm var, bu məncə buradan qaydacaq söhbətindən olmur. İnancından olmur. Bu statistik gerçəkliyə əsaslanır. Məsələn, bu sistemin özündə dostlar, dediyim kimi, bu bir gün öncənin qiymətlərini alır, zirvə, dip və bağlanış qiymətlərini, bir də açılış qiymətini alır. Bu gün üçün bu qiymətləri hesablayıb mənə verir və bu prediktiv bir sistemdir. Yəni, bazar açılanda artıq mən qiymətin hansı səviyyələrə gedib, hansı səviyyələrdən qayıtma ehtimalını bilə bilirəm. Yəni, bu gecikən bir şey deyil. Qiymət gəlsin, sonra indikatorun arxasında formalaşır. Yox. Bu bazar açılanda açılır, günün sonuna qədər eyni səviyyədə qalır. Statikdir. Və bu baxımdan dediyim kimi, mən bu ehtimalları çox rahat bir şəkildə hesablaya bilirəm ki, bununla bağlı ayrıca belə deyək, bir webinarda izahat verəcəm. Başqa sual varsa, buyurun dostlar. Başqa sual varsa, yaza bilərsiniz. Qeyd etdiyimiz kimi, bu webinarın əsas məqsədi giriş məlumat, giriş xarakterlidir. İnşallah bundan sonra silsilə şəkildə olacaq və biz daha çox xüsusi səhmlərin analizinə daxil olacağıq. Səhmlər necə analiz olunur? Forex bazarında, məsələn, valyuta cütlükləri, onlar arasındakı korelyasiyalar, ümumiyyətlə Forex-də necə ticarət edə bilərik, riskimizi necə idarə edə bilərik, risk idarə etməsi nəyə əsaslanmalıdır, bunlar haqqında danışacağıq və ümumi belə deyək də, optimal strategiyalar nə ola bilər, bizim gəlir gözləntimiz nə olmalıdır, bu haqqında silsilə şəklində belə deyək, davamlı webinarlarımız olacaq eyni zamanda. Hər hansı bir sual varsa, növbəti webinar nə vaxt olacaq? İnşallah onun gününü təyin edəcəyik bəy. Onun gününü təyin edəcəyik və öncədən paylaşılacaq AzFinLab səhifəsində. Və bizim AzFinLab blogda əsas məqsədimiz əslində bazarı belə deyək də doğru yanaşmaları, daha çox effektiv yanaşmaları tədris etməkdir. Ənənəvi klişeləri yox. Yəni, açıqcası deyim, bu bazarda mən ən çox narahat edən şeylərdən birisi. Tağı bəy, webinarı inşallah dediyim kimi AzFinLab səhifəsində paylaşacağıq.
oradan izləyə biləcəksiniz. Bəli, webinarlar ödənişsizdir. Webinarlar ödənişsizdir, amma ödənişli təlimlər də var istəsəniz ki, maraqlı olsa sizlə əlaqə saxlayırlar. Qoşulmaq istəsəniz ödənişli təlimlərə də qoşula bilərsiniz. Amma webinarlarımız ödənişsizdir. Və qeyd etdiyimiz kimi bizim AzFinLab olaraq əsas məqsədimiz nədən ibarətdir dostlar? Bizim məqsədimiz odur ki, bu bazarda formalaşan klişeni dağıdaq. Yəni məni narahat edən bir şey var. İnsanlar çoğuşorana yatırım edirlər və mən bu sektorda çalışıram. Yeri gəlmişəm, mən belə deyək də təxminən 10 ilə yaxındır ki, artıq mən bu sektorda çalışıram. Fərqli investisiya şirkətlərlə, həm xarici həm yerli investisiya şirkətlərlə çalışmışam. İndi burada adımlarını çəkmək istəmirəm, amma bilənlər bilir. Və bu sektorun içindəyəm, bu sektorun mətbəğini bilirəm. Və məni narahat edən odur ki, bir çox insanlar çoğuşorana ticarət edir, böyük məbləğdə itirən insanlar görmüşəm. Səbəb bu sistemin günahı deyil. Səbəb insanlar bilmədən, aldadılaraq ticarət edilir. Yaxud da ki, nə bilim, doğru olmayan, belə deyək, yanaşmalardan istifadə edilir. Mənim əsas məqsədim bir mənada bunu, belə deyək də, bir düzənə salmaqdır ki, bildiyim, effektivini gördüyüm, özümün istifadə etdiyi sistemləri bir mənada paylaşmaqdır. Dilgən bəy, hər vaxtınız xeyir, mən yeni başlamışam. Bəy, inşallah webinarlarımıza AzFinLab səhifəsini izləyin. Biz orada çalışacağıq ki, effektiv, belə deyək də, bildiyimiz analizləri paylaşaq, eyni zamanda webinarlarımızı paylaşaq, eyni zamanda YouTube kanalımız aktiv olacaq. Oradan izləyə bilərsiniz və sizinlə də əlaqə keçərlər, əlaqələriniz var. Oradan daha detallı məlumat verərəm. İndi burada bizim vaxtımız bir mənada tamamlanmış oldu. Sizi çox tutmaq istəmirəm. İnşallah, dediyim kimi, növbəti webinarda çalışacağım daha yığcam edim. Biraz mən çox danışmasını bu webinarda. Çünki məlumat çoxdur deyə bir çox şeyi çatdırmaq istəyirəm, sözün düzü. Amma çalışacağım daha yığcam edim və sual-cavab hissəyə daha çox zaman ayırım. Amma silsilə şəklində dediyimiz kimi bu webinarlar davam edəcək. İnşallah orada bütün suallarınızı cavablandıracağım. Sizin statistikanız deyə bilərsiniz. Bəy, Ceyhun bəy, mən sizə deyim, istəsəniz sizə ata da bilərəm. Mən bu sistemlə, bu 3-cü, 4-cü səviyyədən qayıtma sistemindən çox bəsit bir nümunə deyəcəm. Mən 2023-cü ilin əvvəlində bunu test etmək üçün, sıx test etmək üçün real hesabı $10 qoymuşdum. $10 qoymağım da məqsəd yönlü idi açıqcası. Ki 10 dolları mən qaldıra bilərəmsə real hesabda. Çünki demoda çox vaxt bilirsiniz də, demo o qədər də effektiv olmaya bilir. Çünki demo hesabda bir mənada psixologiyanın sıfırdır orada. Amma halbuki real hesabda bunun psixoloji tərəfi var. Həmin o hesabda dostlar mən 10 dolları $563 qədər qaldırmışım. Təxminən 33 gün ərzində. Amma belə də ki, mənim nəticələrimi Facebook səhifəmdən izləyə bilərsiniz. Mən orada nəticələrimi paylaşıram. Fərqli strategiyalarla oradan görə bilərsiniz ki, mənim nəticələrim nədir. Və eyni zamanda bizim təlim qruplarında olan yoldaşlar var. Onların nəticələri çox şükür Allaha çox yaxşıdır. Düzdür, pis olanlar da var, amma hələ öyrənmə mərhələsindədirlər. Amma ümumən mənim statistikam təxminən belə deyək də, əgər trade win rate-imi deyirsinizsə 70%-in üzərində. İndi bu sonuncu strategidə 70%-in üzərindədir. Dediyimiz kimi, bu inşallah növbəti webinarlara daha detallı məlumat verəcəyik. Çox sağ olun dostlar vaxtınıza görə. Minnətdaram. İnşallah gələn webinarlarda görüşmək üzrə. Sağ olun.